Siz hədislərə inanmırsınız, namazı necə qılmağı hardan öyrənmişsiniz? Quranda yazılmıyor ki, namazların necə rükət qılınmağı. Mətanət xanım, namazı hədislərə görə qılmıram. Yəni hədislərdə də bu günlərim konkret olaraq necə qılınacağı, neçə rükət olacağı, harda hansı surənin və yaxud da ayənin oxunacağı, bunlar sonradan ortaya çıxarılmış məsələlərdir. Eşidirsiniz də dəyərli dinləyicilər. Namazı hədislərə görə qılmıram. Namazda hansı surələr oxunmalıdır, neçə rükət olunmalıdır, say nə qədərdir, harda nəyi deməlisən. Yəni bunların heç birinə görə hədisdə, bunlar hamısı hədislərdə var oldu. Allahın kitabında bu barədə bizə xəbər verilmir ki, Allah Subhanahu taala Qurani-Kərimdə bizə buyurur ki, namaz qılın. Zəkat verin, oruç tutun. Amma Allah Subhanahu taala namazın necə qılınmasını Allah Rəsulu bizə izah edib. Harda nə oxunmalıdır, hansı surəni oxumalısan, səcdəni nə vaxt etməlisən, rükünü nə vaxt etməlisən, hər namazı neçə rükət qılmalısan, haçan qılmalısan. Məzhəblərə görə ortaya çıxarılmış məsələdir. Məsələn, məzhəblərə görə oturduğunuz zaman vurud deyilən anlayışda ət-təhiyyatı oxuyacaq qədər orada oturmağınız namazın yekunlaşması üçün kifayətdir. Amma bu günlərin baxırıq, ət-təhiyyatın özünü Miraçda güya Peyğəmbərlə Allah arasında bir dua şəklində təqdim edirlər. Ondan başqa Allahumma salli alə Muhammed və alə Muhammed deyə Peyğəmbərinin özünün belə oxumayacağı, öz adını orada təkrarlamayacağı bir nağlı çıxarırlar. Yəni bunlar hamısını nağılanır. Belə namaz qılanlar dəyərli dinləyicilər. Və deyirsən ki, mən bunu məsciddə görmüşəm. Bu namazı bu məsciddə elə belə gəlir, göstərir çünki mən buradayam da, yəni mənim dinləyicilərim, məni izləyənlər buradayam. Bu yalan, bu cür namaz, bu namaz sənin sifətinə vurulacaq qiyamət günü.